evimizə qonaq gəlir, onu gözəl qarşılayın. İnsan olmaq nə din, nə təhsil, nə də pul məsələsidir. İnsan olmaq sadəcə vicdan məsələsidir. Nə deyə bilərik? Allah bizim haqqımızda yaxşı düşünənlərə düşündüklərinin 2 qatını, bizim haqqımızda pis düşünənlərə isə yalnız düşündüklərinin 2 qatını versin. Ürəyi təmiz insanların tutduğu oruçlar qəbul olsun. Ramazan bayramınız mübarək olsun. Ürəyi təmiz insanların